Salam uşaqlar. Deməli, su və onun xassələri dərs test bölməsi su və onun xassələri birinci sualın izahından başlayırıq. Qısa izah verəcəm uşaqlar. 1. Kristal hidratları göstərin. Kristal hidrat cavab Y bəndindədir. Kristal hidrat nə deməkdir uşaqlar? Bəzi duzlar natrium karbonat özünə 10 mol su birləşdirir. Bəzi duzlar özlərinə müəyyən miqdarda su molekulu birləşdirir. Bu kristal hidrat adlanır. Kristal hidrat deyəndə cavab Y bəndidir. Natrium karbonat vurulsun 10 mol H2O kristalik sodadır. Təkcə natrium karbonat yazılsaydı, məsələn, bu duz təkcə yazılsaydı, suyunu itirdikdən sonra susuzlaşdırılmış soda adlanır. Bizə isə kristal hidrat soruşduğuna görə cavab nə bəndi oldu? Y bəndi. Növbəti sual İkinci sualdır. İkinci sual nədir? Su üçün hansı ifadə doğrudur? Su hidrogenin oksididir. A bəndində yazıb tərkibində metal atom var. Suyun tərkibində hidrogen və oksigen atom var. Hidrogen və oksigen qeyri-metaldır. Səhvdir birinci sual. Birinci cavab səhvdir A bəndi. B bəndi kəskin yanmalikdir. Yanlışdır. Yanır, su yanmır. Bəsit maddə yox, mürəkkəb maddədir, müxtəlif növ atomlardan ibarətdir. Y bəndi rəngsiz mayedir. İkinci sualın cavabı Y bəndi oldu. Üçüncü suala keçid alırıq uşaqlar. Üçüncü sualda deyir, kristal hidratları göstərin. Kristal hidrat deyəndə bəzi duzlar özlərinə müəyyən miqdarda, yəni M molekulu, su molekulu birləşdirərək kristal hidrat əmələ gətirir. Birinci bənddə su yazıb, su kristal hidratlara aid nədir? Deyil. Minus. İkinci bənddə natrium sulfat orta və normal duzdur. Özünə 10 mol su birləşdirib. Bu duzun adı nədir? Bu kristal hidratlara aiddir. Duz özünə 10 mol su birləşdirib. 10 mol kristallaşma suyu var. Duzun adı Glauber duzu və ya mirabilit mineralı. 2 doğrudur. Və üçüncü natrium karbonat vurmaq 10 mol H2O kristalik soda deyilir. Burada 10 mol kristallaşma suyu var. Burada da 10 mol kristallaşma suyu var. Bu duzun adını bir də təkrar edirəm. Mirabilit mineralı və ya Glauber duzu. Bu isə kristalik sodadır. Cavab 2 və 3. 2, 3. Keçdik dördüncü suala. Dördüncü sualda 360 qram suyun elektrolizinin zamanı neçə litr qaz qarışığı əmələ gəlir? Su elektroliz edir hidrogen qazına və oksigen qazına. Əmsallaşdırırıq. Və verilənləri yazırıq uşaqlar. 360 qram suyun elektrolizindən neçə litr qaz qarışığı əmələ gəlir? Qaz qarışığı deyəndə orada həm hidrogeni nəzərdə tutur, həm də oksigeni. Neçə litr əmələ gəlir? X litr. Qramın altından molar kütlə yazırıq. Su 2 mol olduğuna görə 2 molun molar kütləsi 2 vurmaq 18. Yəni suyun bilirsiniz ki, molar kütləsi mR 18-dir. Burada qaz 2 mol qaz çıxıb, 1 mol da oksigen, 2 mol hidrogen, 1 mol oksigen ayrıldığına görə 3 mol qazı litrə çevirmək üçün 3 vurmaq 22,4 litr qaz qarışığı əmələ gəlib. X da bərabərdir. Bunlar ixtisar gedir. 10 qalır burada. Onu da 67,2-yə vuranda 672 litr qaz qarışığı əmələ gəlir. Və cavab C bəndi oldu. Dördüncü sualın cavabı C bəndi. Beşinci sualda nədir uşaqlar? Hansı birləşmə su ilə reaksiyasından qaz halında maddə alınmır? Birinci, natrium oksidi verib, əsasi oksiddir. Aktiv metalların əsasi oksidləri, qələvi metalın əsasi oksidi su ilə adi şəraitdə reaksiya girir və bir dənə maddə əmələ gəlir, qələvi. Buradan qaz əmələ gəlmir, qələvlərin aqreqat halı necədir? Bərk. Birinci bənd, alınmır. Bu bəndi götürmək olar uşaqlar, alınmır deyil. İkincidə aktiv metalların hidridləri. Aktiv metal hidridi su ilə reaksiyası adi şəraitdə reaksiya girir. Suyu belə yazanda daha aydın başa düşmək olur. Bu reaksiyanla qələvi əmələ gəlir və hidrogen əmələ gəlir. Hətta bu reaksiya dəyişmə və mübadilə reaksiyasıdır. Buradan qaz alındı. Bu həm qələvi, həm də hidrogenin laboratoriyada alınma üsullarından biridir. Burada qaz alındı. Qaz alındığına görə bu bəndi götürmək olmaz. Bizə deyir, qaz alınmır. Üçüncüdə C2H4 eten və ya etilin su ilə hidratlaşır və temperatur təzyiq katalizatorda etil spirt əmələ gəlir. C2H5OH. Spirt normal şəraitdə maye halındadır. Orada qaz alınmır. Üçüncüdə qaz alınmır. Dördüncü kalsium karbidin su ilə reaksiyası. Kalsium karbid su ilə reaksiya girəndə kalsium hidroksid əmələ gəlir və
etin və ya astilin əmələ gəlir. Etin və ya astilinin laboratoriyada alınma üsullarından biridir. Oksigen burada 2 mol atom, bura bir 2 yazırıq. Hidrogen 4, ikisi burada, ikisi burada 4. Sol hara bərabərdir? Sağa. Özü bu kalsium karbidin hidrolizi adlanır. Hidroliz nə deməkdir? Hidrosu, liziz parçalanma deməkdir. Qaz alınır hansı reaksiyada? 2-də və bir də 4-də. Alınmır deyəndə 1 ilə 3-də. Cavab 1 ilə 3 oldu. Keçirik 6-cı suala. 6-cı sualda hansı birləşmə su ilə reaksiyasından qaz halında maddə alınır? Birinci bənd nədir orada? C3H6 propendir. Bu alkenlərin, propen alkenlərin homoloji sırasının ikinci nümayəndəsidir. Propen su ilə reaksiyasından spirt əmələ gəlir. Temperatur təzyiq katalizatorda. Əslində propeni bilirsiniz ki, üzvi kimyadan keçəndə su ilə reaksiyasının açıq yazanda propanol 2 əmələ gəlir. Baxın, propeni belə yazmaq olar. CH2 2 qat rabitə CH, CH3. Yəni açıq şəkildə yazıram. Plus su ilə reaksiyası. Propende nömrələyəndə 2 qatın yaxın olduğu yerdən nömrələyirik. Propende nə qaydası var burada? Markovnikov qaydası var. Çox hidrogeni olan qismən necə yüklənir? Mənfi, az hidrogeni olan müsbət. Pi rabitəsi qırılır. Hidrogen daha çox hidrogeni olana, OH isə daha az hidrogeni olana birləşir. Olur burada CH3. Pi dəyişiklik birinci və neçənci karbonda gedir? İkincidə. CH, ikinci karbona OH birləşir, birinci karbona hidrogen birləşir, üçüncü karbon olduğu kimi qalır. Və əmələ gələn maddənin adı olur propanol 2. Bir atomlu ikili spirtlərin, yəni baxın OH bir dənədirsə, bir atomlu neçəli spirtlərin, ikili spirtlərin ilk neydi? Nümayəndəsidir. Spirt yığcam formada yazsın, C3H6 həmin maddəni su ilə reaksiyasını yazsın. Temperatur təzyiq katalizatorda C3H7OH spirt əmələ gələcək. Və o spirtin adı nə olacaq? Az əvvəl yazdığım kimi propanol 2 olur. Spirt normal şəraitdə nə halındadır? Maye. İkinci nədir uşaqlar? Flor. Plus su ilə reaksiyası. Florun su ilə reaksiyası adi şəraitdə gedir. H flor əmələ gəlir və bir də oksigen qazı əmələ gəlir. Oksigen 2 dənə, burada bir 2. Hidrogen 4 isə bura bir 4. Flor 2 dənə, bura bir. 4 dənə flor var. Burada da 2 də olduğuna görə bura 2 yazırıq. Qaz halında maddə alındı. Burada qaz halında bəli maddə alınır. Birincidə alınmadı, ikincidə alındı. Sonra gəlir neçənci? Üçüncü gəlir uşaqlar. Üçüncü reaksiyada alüminium karbid verilir. Karbidin su ilə reaksiyası. Suyu belə yazsaq daha rahat başa düşəcəksiniz uşaqlar. Alüminium hidroksid əmələ gəlir. Ağ rəngli həlməşiyə bənzər çöküntü verir. Suda həll olmayan amfoter xassəli əsasdır bu. Suda həll olmayan amfoter xassəli əsas. Ağ rəngli həlməşiyə bənzər çöküntü və CH4 metan qazı əmələ gəlir. Bu yolla metanı laboratoriyada alınma üsullarından biridir. Burada da qaz alındı. Alüminium 4 mol atom, bura bir 4. Karbon 3 dənə, bura bir 3 yazırıq. Mötərəzən kənarındakı 3 mötərəzən içərisinə aiddir. Oksigen 3 dənədir, vurduq 4-ə. 12-də oksigen, burada 1-dən olduğuna görə bura bir neçə yazırıq? 12. Hidrogen 1 dənə burada, bir də burada 2. 2 12-yə vuranda uşaqlar 24 dənə hidrogen olur. 3 dənə hidrogen burada, 4 də burada. Neçə elədi? 12, 3-ü vur 4-ə 12. Sol hara bərabərdir? Sağa. Qaz halında maddə alındı, deməli hansı reaksiyadan? İkinci reaksiyadan qaz halında maddə alındı və bir də üçüncüdən. Dördüncüdən alınmayacaq. Çünki dördüncüdə neydi uşaqlar? Barium oksid. Əsasi oksiddir. Berilyum deyil, bir də diqqətlə baxın, barium. Berilyum oksid amfoter oksiddir. Barium sabit valentdir. Qələvi torpaq metaldır bu. Qələvi torpaq metalının oksidi aktiv metalların əsas oksiddir. Su ilə necə şəraitdə reaksiya gedir? Adi şəraitdə, yəni otaq temperaturunda bir də maddə barium hidroksid əmələ gəlir. Əsası oksidlərdən yalnız aktiv metalların əsas oksidi su ilə adi şəraitdə reaksiya girərək qələvi əmələ gəlir. Qələvilərin də aqreqat halı bəkdir uşaqlar. Qaz halında maddə alınır 2-dən və 3-dən. Cavab nə bəndi oldu? C bəndi. Növbəti 7-ci suala keçirik. 7-də deyir ki, hansı birləşmə su ilə reaksiyasından, deməli, su ilə reaksiyasından qaz halında maddə alınmır. Birinci maddə orada natrium hidriddir. Az əvvəl yazdığım kimi su ilə reaksiyasından natrium OH və nə qazı çıxır orada? Hidrogen qazı. Dəyişmə və nə reaksiyasıdır? Mübadilə reaksiyası. Qaz halında maddə alındı.
Bunu götürmək olmaz, alınmır deyir. İkinci maddə P2O5 turşu oksiddir və P2O5-in su ilə 3 cür reaksiyası var. Qaynar su, soyuq su, ilik su, bir də soyuq su. Üçündə də turşu əmələ gəlir. Soyuq da olsa 0 dərəcədə, yəni P2O5 1 mola 1 mol suyla reaksiya girir. 0 dərəcə Selsidə 1 mola 1 mol suyla reaksiya girir. HPO3 metafosfat turşusu əmələ gəlir. Baxın diqqətlə, metafosfat turşusu bir əsaslı turşudur. HPO3 əmələ gəldi. Metafosfat 0 dərəcə Selsidə 1 mol P2O5 1 mol su birləşdirir. Metafosfatın aqreqat alı bəkdir. Sonra P2O5 ilik su ilə da reaksiya girə bilər. Burada heç nə yazmayıbsa, öyrətmək üçün yazıram ki, ilik su 20 dərəcə Selsidə 1 mola 2 mol suyla reaksiya girir. H4, P2O7, pirofosfat və ya difosfat əmələ gəlir. 4 əsaslı turşu. Və P2O5 qaynar su ilə reaksiya girir. P2O5-in su ilə neçə cür reaksiyası oldu? 3 cür. Belə də yaza bilərsiniz uşaqlar. Su ilə reaksiyası 1 mola 1 mol 0 dərəcə Selsidə. H nə verir uşaqlar? PO3. Və yaxud da 2 mol 1 mola 2 mol su ilə reaksiyası 20 dərəcədə. Burada temperaturu mötərizədə yazıram. 20 dərəcədə nə verir? Burada H4 P2O7 və 3 mol su ilə reaksiya girir. 1 mola, yenə bu 1 moldur. 3 mol su ilə reaksiya 100 dərəcə Selsidə. Oradan da çıxan turşu H3PO4'dür. Yəni P2O5 turşu oksiddir. 3 dənə turşuya uyğun gəlir. Metafosfat, bu turşunun adı nə oldu uşaqlar? Metafosfat turşusu, pirofosfat və ya difosfat, ortofosfat. Üçün də aqreqat halı bəkdir. Burada qaz halında maddə alınmır. Sonra gəldi uşaqlar üçüncünə. Alınmır deyəndə 2-yi götürə bilərik. Kalsium karbid yenə də təkrardır su ilə reaksiyası. Karbidin su ilə reaksiyası kalsium hidroksid qələvi əmələ gəlir. Aktiv metalların hidroksidlərinə qələvi və C2H2 etin, in və ya asetilin də deyirlər ona, asetilin. Alkinlərin ilk nümayəndəsinin harda alınmasıdır? Laboratoriyada alınmasıdır. Oksigen 2 mol atom, bura bir 2, hidrogen 4 dənə, ikisi burada 4 dənə. Sol hara bərabərdir? Sağa bərabərdir. Qaz alınmır ikinci reaksiyadan, alınırdı birinci və 3-dən. Axırıncı reaksiyada yenə də barium oksidi verib uşaqlar, dördüncüdə. Barium, bir də təkrar edirəm, berilyum deyil bu uşaqlar, barium oksiddir, qələvi torpaq metaldır. Barium oksidi su ilə necə şəraitdə reaksiya girir? Adi şəraitdə reaksiya girir və bir dənə maddə barium hidroksid qələvi əmələ gəlir. Aktiv metalların hidroksidlərinə nələr deyirlər? Qələvilər. Əsasi oksidlərdən yalnız fəal metalların əsasi oksidi su ilə adi şəraitdə reaksiya girir, qələvi əmələ gətirir. Qələvi. Qələvinin laboratoriyada nə idi bu? Alınması üsullarından biridir. Qaz alındı, burada alınmır 2-də və bir də qaz alınmır 4-cü reaksiyada 2-4. 8-ci suala baxırıq. 7-ci cavabı oldu 2-4. 8-ci sualda nə deyir? Hansı metal su ilə reaksiya daxil olmur? Barium qələvi torpaq metaldır. Su ilə necə şəraitdə reaksiya girir? Adi şəraitdə. Qələvi və qələvi torpaq metallar su ilə adi şəraitdə reaksiya girir. Barium hidroksid, aktiv metalların hidroksidlərinə qələvi plus hidrogen qazı. Həm qələvi, həm də hidrogenin hər ikisinin harda alınmasıdır bu? Laboratoriyada alınması. Oksigen 2 dənə, burada 1 dənə, bura 1, 2. Hidrogen 4 dənə, ikisi burada, ikisi də burada. Sol hara bərabərdir? Sağa nədir? Bərabərdir. Bu metal su ilə reaksiya daxil olur. Sonra xrom gəlir. Xrom az aktiv metallara aiddir. Xrom su ilə yüksək temperaturda reaksiya girir. Xrom su ilə yüksək temperaturda reaksiya girəndə xrom 3 oksidi əmələ gəlir və plus nə qaz əmələ gəlir? Hidrogen. Su ilə necə temperaturda gedir? Yüksək temperaturda. Oksigen 3 mol atom, bura bir 3, bura bir 3, bura bir 2 yazırıq. Bu yolla hətta hidrogenin harda alınma üsullarına aiddir? Laboratoriyada alınma üsullarından biri ola bilər. Xrom su ilə yüksək temperaturda reaksiya girir. Xrom 3 oksidi amfoter oksiddir və hidrogen qaz əmələ gəlir. Kalium su ilə reaksiyası necə şəraitdə gedir? Adi şəraitdə reaksiya girir. Kalium su ilə adi şəraitdə reaksiya girib qələvi plus hidrogen qaz əmələ gəlir. Hidrogen 2 mol atom, 2 mol atom. Burada 1 olduğuna görə bura bir 2 yazırıq. Kalium. Kaliumu neçə yazırıq bura? 2.
Oksigen 2-dir. Bura bir də necə yazır uşaqlar? 2. Əvəz nə reaksiyasıdır? Olunma. Hər iki reaksiya əvəz olunmadır və bu metallar su ilə reaksiya daxil olur. Daxil olmayan metal hansıdır? Civə. Civə də uşaqlar D bəndindədir. D bəndindəki deməli ümumiyyətlə kuprium, hidrargium, argentium, platin, aurium, osmiumun heç bir bu metalların su ilə reaksiyası nədir? Yoxdur. Burada cavab nə bəndi oldu? Uşaqlar D bəndi. Sonra D bəndindən sonra bir də Y bəndi qalmışdı. Y bəndində uşaqlar sink yazıb. Sink su ilə girir. Az aktiv metalların bəziləri su ilə yüksək temperaturda gedir. Sink oksidi, amfoteroksid çıxır. Sink 2 oksid yox, sink oksid. Bu amfoteroksiddir və plus nə qazı ayrılacaq orada? Hidrogen qazı. Bu da əvəz nə reaksiyasıdır? Olunma reaksiyasıdır. 9-cu suala keçirik uşaqlar. 8-in cavabı oldu civə. Su ilə reaksiya daxil olmayan metal civədir. 9-da nədir uşaqlar? 9-da deyir hansı maddə su ilə reaksiyasından turşu alınar? Flor su ilə reaksiyasından turşu alınacaq. Flor halogenlərə aiddir su ilə adi şəraitdə şiddətlə reaksiya girir. Florid, hidrogen florid və plus oksigen. Burada bir dənə turşu alındı. Oksigen 2 dənədir. Bura bir 2, 4. Bura bir 2 yazırıq. Cavab nə bəndi oldu? 9-un A bəndi. B bəndində isə uşaqlar karbonun su buxarı ilə konveksiyası 1000 dərəcə Selsidə. Karbonun su buxarı ilə reaksiyası 1000 dərəcə Selsidə CO plus hidrogen əmələ gəlir və ikisinə bir yerdə burada su qazı deyilir uşaqlar. Sintez qazı ilə su qazının tərkibi eynidir. Amma onları almaq üçün ilkin maddələr fərqlidir. Karbonun aqreqat halı bərkdir. Su buxarı ilə reaksiyası 1000 dərəcə Selsidə konveksiyasından CO plus hidrogen əmələ gəlir. Yəni burada turşu yoxdur, dəm qazıdır, bir də hidrogendir. Dəm qazı duz əmələ gətirməyən oksiddir. Sonra gəlir uşaqlar B bəndindən sonra C bəndində orada nə vermişdi? Sink. Sinkin su ilə reaksiyası necə temperaturda gedir? Yüksək temperaturda sink oksidi plus hidrogen əmələ gəlir. Turşu yoxdur. Bu amfoteroksiddir. Hidrogen də bəsit maddədir. Sonra D bəndindədir. Kalsium karbid. Kalsium karbidin su ilə reaksiyası kalsium hidroksid. Aktiv metalların hidroksidlərinə nələr deyirlər? Gələvi və plus C2H2 etin və ya astilen əmələ gəlir. Alkinlərin iş nümayəndəsidir. Bu da əsaslar sinifinə aiddir. Turşu bir dənə florun su ilə reaksiyasından alınır burada. Yodun da uşaqlar Y bəndində yazıb yod. Yodun su ilə reaksiyası yoxdur. Halogenlərin yoddan başqa bütün halogenlər su ilə reaksiya daxil olur. Bir dənə yodun, təkrar edirəm, su ilə reaksiyası yoxdur. 9-cu sualın cavabı isə A bəndi idi, turşu alınır. A bəndində nə idi uşaqlar? Florun su ilə reaksiyasından florid və oksigen alınır. 10-cu suala keçid alır uşaqlar. 10-da nə deyir burada? 10-da deyir ki, hansı maddə su ilə reaksiyasından turşu alınır? Metan, şaxta və ya bataqlıq qazı, təbii qazın əsas tərkib hissəsidir. Alkanların ilk nümayəndəsi su buxarı ilə reaksiyası temperatur və katalizatorda CO plus hidrogen ikisinə bir yerdə nə qazı deyirlər buna? Sintez qazı. Baxın, sintez qazı ilə su qazının tərkibi eyni idi. Az əvvəl izah elədiyim kimi. Metan qazdır, su buxar halındadır, bu da qazdır. CO plus hidrogen ikisinə birlikdə nə qazı deyirlər? Sintez qazı. Karbon 1 mol atom, hidrogen 4, burada da 2. 6 2-yə böləndə 3, oksigen 1 dənə 1 dənə. Burada turşu əmələ gəlmədi, hidrogen əmələ gəldi. Dəm qazıdakı indi necə oksiddir? Ferent. İkisinə birlikdə sintez qazı deyilir. Cavab burada 10-cu sualda B bəndi olacaq. Xlor halogenlərə aiddir. Xlorun su ilə iki cür reaksiyası var. Var adi şəraitdə. 2 dənə turşu verəcək. Xlorid, id oksigensiz turşu və H-xlor-O. Bu turşunun adı neydi uşaqlar? Hipoxlor it şəkilçiyə fikir verin, it şəkilçisidir. Oksigen azdır burada, it şəkilçisi və söz önündə nə var orada? Hipoxlorid. Birinci turşunun adı neydi uşaqlar? Xlorid. 2 dənə turşu əmələ gəlir. Xlor su ilə adi şəraitdə reaksiya gedir, 2 turşu verir. Bəs temperaturda getsə, xlor su ilə temperaturda gedəndə xlorid
turşusu verir və bir də xlor at turşusu verir. Xlor at. Yəni xlor idi, oksigensiz turşu və bu turşunun adı nə oldu? Oksigenliyin adı nə oldu? Xlor at. Halogenlərin bütün turşuları uşaqlar bir əsaslıdır. Xlor sıfırdan bir dəfə burada mənfi 1-ə gəlir. Bir dəfə də sıfırdan neçə 5-ə gəlir? Müsbət 5-ə. Öz-özünə oksidləşmə reduksiya reaksiyası və ya disproporsiya və ya dismutasiya adlanır. Yəni bir molekulun daxilində bir element həm özünə nə alır? Elektron alır. Bir dənə elektron alır orada xlor. Bax, çarpaz bura yazır o. Sıfırdan mənfi 1-ə gəlmək üçün 1 elektron aldı. Sıfırdan müsbət 5'e getmək üçün 5 də elektron verir. 5'i də buraya yazır uşaqlar. Onda 5'i buraya misal verə bilərik. Baxın, sıfırdan mənfi 1'ə gəlmək üçün bir də təkrar edirəm. Bir dənə elektron aldı. Çarpaz gətirir kloratın aşağı hissəsində yazır o. Sıfırdan müsbət 5'ə getmək üçün 5 də verir. Bu da çarpaz bura gətirir. 5 aiddir bura. 1 aiddir xlorata. Əmsal yazmırlar. 1 aiddir nəyə? Xlorata. 5 də xlor burada, 1 də burada. 6 2-yə böləndə neçə elədi? 3. 5 dənə xlor, hidrogen 5 dənə burada, 1 dənə də burada. 6. 6 2-yə böləndə neçə eləyir? 3. Sol hara bərabərdir? Sağa bərabərdir. Bu öz-özünə oksidləşmə reduksiya reaksiyası disproporsiya və ya dismutasiya adlanır. Deməli, cavab oldu xlor, B bəndi. Xlorun su ilə neçə cür reaksiyası oldu? 2 cür. Soyuq su, yəni adi şəraitdə, bir də istidə. İkisində də eyni anda neçədə turşu əmələ gəlir? 2-də turşu əmələ gəlir. Oksigenli və oksigensiz turşu əmələ gəlir. Sonra gəlirik C bəndinə. C bəndində az əvvəl yazdığım kimi sink yazıb yenə də. Sinkin su ilə reaksiyası bəzi az aktiv metallar su ilə necə temperaturda, yüksək temperaturda reaksiya edir? Metal oksidi və pilus hidrogen əmələ gəlir. Sink oksid amfoter oksiddir. Sink sabit valentli elementdir və amfoter oksid verir. Əvəz nə reaksiyasıdır bu? Olunma. Və D bəndindəki uşaqlar nə yazır burada? Kalsium karbidin su ilə reaksiyası. Kalsium karbidin su ilə reaksiyası qələvi verir və C2H2 etin və ya astilenin laboratoriyada alınmasıdır. Oksigen 2 dənə, bura bir 2, hidrogen 4, ikisi burada, ikisi burada. Sol hara bərabərdir? Sağa bərabərdir. Burada qələvi və astilen əmələ gəlir ki, astilen də hara aiddir? Alkinlərin ilk nümayəndəsidir. Alkinlərin ümumi formulu necədir? CnH2-2 düsturuna uyğun olanlar en böyük bərabərdir. Neçədən başlayır? 2-dən. 2, 4-dən 2 çıxanda C2H2 etin və ya nə deyirlər ona? Astilen. Kalsium karbid. Qələvi əmələ gəlir. Plus nə qaz əmələ gəlir? Astilen. Sonra gəlir uşaqlar natrium hidridin su ilə reaksiyası. Natrium OH əmələ gələcək və plus nə qazı çıxır burada? Hidrogen. Qələvi plus nə qazı çıxdı? Hidrogen. Dəyişmə və mübadilə reaksiyasıdır. 10-cu sualın cavabı nə olmuşdu uşaqlar? B bəndi. Yəni bir də təkrar edirəm. A-da metan idi. Sonra B-də orada nə idi? Xlor idi. Xlordan turşu əmələ gəlir. Buradan sintez qazı verdi. Bir də təkrar edirəm. C-də sink oksidi verdi və hidrogen verdi. Sonra D bəndində kalsium karbidin su ilə reaksiyasından kalsium hidroksid bir də C2H2 verdi. Y bəndində natrium hidriddir ki, su ilə reaksiya girəndə qələvi plus nə qazı verir? Hidrogen. Bir dənə burada xlorda 2 də turşu verir. Adi şəraitdə gedə bilər və bir də isti su ilə girə bilər. Yəni su ilə 2 cür reaksiyası var. Keçdik 11-ci suala. 11-ci sualda deyir ki, uşaqlar, su üçün hansı ifadə doğru deyil? Rəysiz, iysiz, dadsız, şəffaf mayedir. Bir doğrudur. Su, rəysiz, iysiz, dadsız, şəffaf mayedir. Adi şəraitdə maye alındadır, düzdür. Normal şəraitdə 20 dərəcə Celsius'dan alındadır, maye alındadır. Bütün turşu oksidlərlə qarşılıqlı təsirdə olur, səhvdir. Doğru deyil nə bəndi? C bəndi. Biz turşu oksidlərin keçəndə keçdik ki, silisium 4 oksidi və wolfram 6 oksidi, wolfram 6 oksidi, silisium 4 oksidinin su ilə bilavasitə reaksiyası yoxdur. Deyəndə ki, bütün turşu oksidləri, bunlar ikisi də turşu oksiddir, su ilə reaksiya girir, yanlışdır. Bütün sözü yaza bilməzlər. Burada yazıb ki, bütün, C bəndində
Cümlənin əvvəlində bütün yazıb. Bütün turş oksidlərinin su ilə reaksiyası yoxdur. Silisium 4 oksiddir. Silisium dioksid və kvarskun su ilə reaksiyası yoxdur. Siz bilirsiniz ki, ona uyğun gələn turşu meta-silikat turşusudur. H2 silisium O3 meta nə turşusu oldu uşaqlar? Silikat turşusu. Amma onun su ilə reaksiyası bilavasitə yoxdur. Eləcə də wolfram 6 oksidinin su ilə reaksiyası yoxdur. Cavab C bəndidir. Molekullar arasında hidrogen rabitəsi var. Doğrudur. Su molekulları arasında, baxın, su belə yazmaq olar, bucaq quruluşdur. 104,5 dərəcəli bucaq var. Kör bucaq deyirlər buna. Bir molekuldakı hidroksid qrupundakı oksigenlə digər su molekulunun hidroksid qrupundakı hidrogen arasında, molekullar arasında 3 nöqtə ilə göstərilən nə rabitəsi var bu? Hidrogen rabitəsi var. Dəfələrlə təkrar olunduğuna görə molekula nə verir? Möhkəmlik verir. Baxın, bu su molekuludur. Birinin hidroksid qrupundakı oksigen ilə digərinin hidroksid qrupundakı, baxın, bu hidroksid qrupundakı hidrogen arasında 3 nöqtə ilə göstərilən hidrogen nəyi var burada? Rabitəsi var. Sonra yazıb sink, Y bəndində yazıb və dəmirlə reaksiya daxil olaraq metal oksidi və hidrogen əmələ gəlir. Doğrudan da sink su ilə reaksiya girir. Yüksək temperaturda sink oksidi, amfoter oksid və plus hidrogen əmələ gəlir. Eləcə də dəmir, deməli, su ilə reaksiya girir. Dəmir su ilə yüksək temperaturda reaksiya daxil olur. Dəmir yanığı verir uşaqlar, ferum 3O4. Plus hidrogen əmələ gəlir. Dəmir yanığı qarışıq və ya neçə qat oksiddir? 2 qat oksiddir. Açılışın yazanda dəmir 2 oksid, vurmaq, dəmir neçə oksiddir bu? 3 oksiddir. Dəmir 2 oksid, vurmaq, dəmir 3 oksiddir. Deməli, dəmiri burada 1 mol atom burada, 2 mol atom burada, yığanda 3 mol atom, oksigen 1 dənə burada, 3 də burada 4 mol atom. Adı nə oldu dəmir yanığın? Bir də təkrar edirik. Dəmir 2, 3 oksid. Yəni içərisində həm 2 valentli dəmir var, həm də 3 valentli. Qarışıq və ya 2 qat oksiddir. Hansı doğru olmadı? 11-ci sualın cavabı. Deməli, su üçün hansı ifadə doğru deyil? Bütün turşu oksidləri ilə reaksiya daxil olur anlayışı səhv oldu. Çünki bir də təkrar edirəm. Silisium 4 oksiddir, silisium dioksid, kvarskun və bir də wolfram 6 oksidinin su ilə reaksiyası yoxdur. Bunlar hər ikisinin oksiddir uşaqlar. Turşu oksidi. Bunların su ilə reaksiyası yoxdur. 11-in cavabı C bəndi. Keçdik 12-ci suala. 12-ci sualda nə deyir? Su üçün hansı ifadə doğru deyil? Turşu oksidləri ilə reaksiya daxil olur. Burada bütün sözü yoxdur uşaqlar. Baxın, cümlənin əvvəlində bütün turşu oksidlərlə reaksiya daxil olur desəydi yanlışdır. Amma deyir ki, turşu oksidləri ilə su reaksiya daxil olur. Doğrudur. Məsələn, kükürt 6 oksidi, sulfatın nə idi? Anhidridi. Su ilə reaksiyasından dönməyən reaksiyada nə turşusu əmələ gəlir? Sulfat turşusu. Və yaxud da karbon 4 oksidi turşu oksiddir. Su ilə reaksiyası dönən reaksiyada karbonat nəyə əmələ gəlir? Turşusu. Aydındır. Yəni, turşu oksidləri su ilə reaksiya daxil olur, doğrudur. Elektroliz etdikdə suyu elektroliz eləyəndə su elektroliz eləyirik. Elektroliz eləyəndə suda hidrogen və oksigen əmələ gəlir. Suyun elektrolizindən hidrogen və oksigen. Bu da doğrudur. Adi şəraitdə su maye halındadır. Bu da doğrudur uşaqlar. Qələvi torpaq metallarla yalnız qızdırıldıqda reaksiya daxil olur. Qələvi torpaq metallarla uşaqlar burada yalnız ifadəsi səhvdir. Yəni qələvi torpaq metallar hansılardır? Kalsium, stronsium, barium, radium. Qələvi torpaq metallarla həm adi şəraitdə reaksiya girə bilər, həm də su qızdırıldıqda girə bilər. D bəndində deyir ki, burada qələvi torpaq metallarla yalnız qızdırıldıqda bu yanlış ifadədir. Qələvi torpaq metallarla su elə adi şəraitdə də reaksiya girib nə əmələ gətirə bilər? Qələvi plus nə qaz əmələ gəlir? Hidrogen. Oksigen 2 dənə, bura 1, 2, hidrogen 4 dənə, ikisi burada, ikisi burada. Sonra 3 aqreqat halı var, o da doğrudur. Y bəndində su, yəni normal şəraitdə mayedir. 100 dərəcə Selsidə buxar halına keçir, 0 dərəcə Selsidə də su donur. Su neçə aqreqat halında ola bilər? 3 aqreqat halında ola bilər. Cavab nə oldu uşaqlar? D bəndi. Yanlış, doğru deyil.
Doğru deyil. Su, qələvi, torpaq metallarla yalnız qızdırıldıqda yox. Həm qızdırıldıqda da gedə bilər, adi şəraitdə də gedə bilər. O yalnız sözü orada səhvdir. Keçdik 13-cü suala. 13-cü sualda deyir, hansı metallar adi şəraitdə su ilə qarşılıqlı təsirdə olur? Uşaqlar, adi şəraitdə su ilə qarşılıqlı təsirdə olan metallar hansılardır? Qələvi və qələvi torpaq metallar. O da cavab nə bəndidir? E bəndi. Deməli, orada kaliumdur. Kalsium daha doğrusu uşaqlar. Kalsium yazıb E bəndində. Kalsiumdan başqa bir də litium yazıb. Kalsium qələvi torpaq metaldır, litium qələvi metaldır və su ilə adi şəraitdə reaksiya girir. Qələvi metalın valenti 1-dir, qələvi torpağın valenti 2-dir. Su ilə adi şəraitdə. Aktiv metallar su ilə adi şəraitdə reaksiya girib qələvi plus nə qazı çıxır? Hidrogen. 2 dənə, burada 1 dənə, bura 1, 2, bura 1, 2, bura 1, 2. Və yaxud da qələvi torpaq metal su ilə. Bunlar qələvi və qələvi torpaq metallar uşaqlar su ilə həm adi şəraitdə reaksiya girə bilərlər, həm də qızdırıldıqda. Yenə də qələvi aktiv metalların hidroksidlərinə nələr deyirlər? Qələvilər. Kalsium valenti 2 olduğuna görə 2 turşulu əsas və plus hidrogen qazı çıxır. Oksigen 2 dənə, bura 1, 2 yazırıq. Hidrogen 4, ikisi burada, ikisi burada. Hər ikisi əvəz nə olunma? Əvəz olunma reaksiyasıdır. Onun üçün cavabı nə bəndi oldu? E bəndi. Yəni aktiv metallar su ilə necə şəraitdə reaksiya girir? Adi şəraitdə. Aktiv metallar hansılardır? Qələvi və necə metaldır bu? Qələvi torpaq metal. 14-də baxın, hansı qeyri-metal adi şəraitdə su ilə qarşılıqlı təsirdə olur? Kükürdün su ilə reaksiyası yoxdur, A bəndini atdıq. Xlor, bəli, adi şəraitdə reaksiya daxil ola bilər. Xlorid və hipoxlorid verir. Neçədə turşu verər? 2-dən. Xlor çox atomlu qazdır. Su ilə həm adi şəraitdə reaksiya daxil ola bilər, həm də temperaturda. Adi şəraitdə gedəndə xlorid və H-xlor-O. Hipoxlorid çıxır. Baxın, turşunun adını bir də təkrar edirəm. Hipoxlorid şəkilçiyə fikir verin. Sözünü bir də şəkilçi. Xlorun su ilə həm də temperaturda reaksiyası var. Temperaturda olanda xlorid və xlorat əmələ gələcək. Xlorid və xlorat. Sonra da burada əmsallaşdıra bilərik. Hər ikisində xlor 0-dan bir dəfə -1-ə. Hipoxloriddə neçə 1-ə gəlir? Müsbət 1-ə. Burada da yenə -1-ə. Xloratda 2-ni vurdum 3-ə, 6-dan 1 çıxanda neçə 5-ə gəldi? Müsbət 5-ə. Xlor burada həm elektron alır, həm də verir. Öz-özünə oksidləşmə reduksiya reaksiyası disproporsiya və ya dismutasiyadır. Axırı su ilə adi şəraitdə reaksiya daxil ola bilər, amma kükürdə görə o bəndi götürmürük. Cavab nə bəndi olacaq? B bəndidir. B bəndində nə yazıb uşaqlar? Xlor yazıb və bir də flor yazıb. Flor da halogendir və xlor da halogendir. Bunlar su ilə necə şəraitdə reaksiya girir? Adi şəraitdə. 14-ün cavabı nə bəndi oldu? B bəndi. Flor su ilə adi şəraitdə reaksiya girir. Florid bir dənə turşu əmələ gəlir. Florid turşusu. Nə turşusu? Florid turşusu. Oksigensiz turşuların sonu nə şəkilçilə qutarır? İd şəkilçilə. Baxın, florid turşusu və plus nə qazı çıxacaq? Oksigen. Oksigen 2 dənədir. Burada 1 dənə. Bura 1, 2, 4. Burada bir də 2 yazırıq. Və xlorun da su ilə reaksiyası az əvvəl yazdım. Xlor su ilə reaksiyası adi şəraitdə olanda bir də təkrar edirəm. Neçədə turşu verəcək? 2 dənə xlor idi və H-xlor-O-nun adı nədir? Hipoxlorid. Xlor 0-dan bir dəfə -1-ə gəlir. Burada da hidrogen müsbət 1, -2. 2-ni vurdum 1-ə, indeksində heç nə yoxdursa 2. Ondan da 1 çıxanda mərkəzi atom necə yüklənir? Müsbət. Xlor həm alır, -1-ə gəlir, həm də verir. Öz-özünə oksidləşmə reduksiya reaksiyası, disproporsiya və ya dismutasiya nə deməkdir? Bir molekulun içərisində, baxın, bir dənə molekulun içində bir dənə element. Yəni xlor elementi həm alır, həm də verir. Sonra gəldi uşaqlar 15-ci suala. 15-ci sualda, burada 14-ün, məsələn, D bəndində azot var. Azotun su ilə reaksiyası yoxdur. Azotun nəinki suyla, ümumiyyətlə azotun heç bir mürəkkəb maddələ reaksiyası yoxdur. Sonra burada 14-ün Y bəndində oksigen var. Y bəndində oksigenin su ilə reaksiyası nədir? Yoxdur, belə bir reaksiya yox idi. Sonra burada C bəndində kükürt var. Kükürdün də su ilə reaksiyası nədir? Uşaqlar yoxdur. Kükürt su ilə reaksiya daxil olmur.
14 B bəndi keçdik 15-ci suala. 15-ci sualda hansı maddə suyun keyfiyyət tərkibi, hansı maddə ilə suyun keyfiyyət tərkibi eynidir? Keyfiyyət tərkibi ilə eyni olan maddə A bəndidir. Hidrogen peroksiddir. Suyun da keyfiyyətində hidrogen və oksigen atomu var. Hidrogen peroksidinin də tərkibində hidrogen və oksigen atomu. Keyfiyyət deyəndə içərisinə daxil olan atomlar nəzərdə tutulur. Yəni elementlər. H2O2 hidrogen peroksidinin daxilində hidrogen və oksigen elementi var. Eləcə də suyun daxilində hidrogen və oksigen elementi var. Bunların keyfiyyət tərkibi eynidir. Kəmiyyət deyəndə hara baxırlar uşaqlar? Atoma. Atom, kəmiyyət say deməkdir. Məsələn, kəmiyyət tərkibini deyəndə 2 mol atom nə var idi orada? Hidrogen. Əgər soruşsaydı 2 mol atom oksigen və yaxud da burada 2 mol atom hidrogen, 1 mol atom nə var idi? Oksigen. Sadəcə olaraq bizdən keyfiyyəti eyni olan, su ilə keyfiyyəti eyni olan maddə soruşur. O da A bəndidir. B bəndindəki maddə nədir? B-də uşaqlar yazıb hidrogen, xlorid. Hidrogen var, xlor suyun tərkibində yoxdur. Sonra C bəndində amoniak yazıb. Amoniak kəskinlikli necə qazdır? Boğucu qaz. RH3 tipli necə hidritdir? Sucu hidritdir. Sonra Y bəndində uşaqlar nə yazıb orada? Y-də sulfat turşusu yazıb. H2 SO4. Y bəndində sulfat turşusunun keyfiyyətində hidrogen var, kükürt var, bir də oksigen var. Nitrat turşusu yazıb. D bəndində HNO3. Keyfiyyətində hidrogen atomu, azot atomu və oksigen atomu var. Aydın oldu uşaqlar. Keçdik 16-cı suala. 16-da deyir, hansı maddə su ilə reaksiyasından oksigen ayrılar? Brom eynən xlor kimi suyla neçə cür reaksiyası var? 2 cür. Baxın, su dərsində yazıb ki, bromun, halogenlərdə də var. Su ilə adi şəraitdə reaksiyası var, bromid verir və H-brom, O, hipobromid turşusu. Bromid turşusu və hipobromid turşusu. Brom su ilə reaksiyası temperaturda olanda bromid turşusu və bromat turşusu necə yazır? H-brom, O3. Ümumiyyətlə, halogenlərin bütün turşuları neçə əsaslıdır? Bir əsaslı. Brom bəsit maddədir. Sıfırdan bir dəfə mənfi 1-ə gəlir. Bir dəfə də uşaqlar sıfırdan müsbət 1-ə gəlir. 2-ni 1-ə vurur. Bax, bu 2-yi 1-ə vuranda 2, ondan da 1 çıxanda mərkəzi atom necə yüklənir? Müsbət. Yenə də sıfırdan bir dəfə mənfi 1-ə, bir dəfə də 2-ni vurdum 3-ə, 6-dan 1 çıxanda müsbət 5-ə. Bir molekulun daxilində bir də element həm alır, həm də elektron verir. Alıb mənfi 1-ə gəlir, verib müsbət 5-ə gedir. Bu ikisi də hər iki reaksiya öz-özünə oksidləşmə reduksiya reaksiyası, disproporsiya və ya dismutasiya. Baxın, sıfırdan mənfi 1-ə gələndə neçədə elektron aldı? Bir dənə çarpaz bura götürdü. Sıfırdan müsbət 5-ə gedəndə 5 də elektron verdi. Bunu bura yazıram. Bu 5 bunun qarşısına yazıram. Baxın, 1 bura yazılmır. 5 də hidrogen burada, 1 də burada. 6-da 6-yı 2-yə böləndə bura bir neçə yazır? 3. Oksigen 3 dənədir, 3 dənə də burada. Brom 2 dənə, 1 dənə burada, 5 də burada. 6-yı 2-yə böləndə neçə eləyir? 3. Digərində isə yenə sıfırdan mənfi 1-ə 1 dənə elektron alıb, sıfırdan müsbət 1-ə 1 də elektron neyini verib. Yəni bu da öz-özünə oksidləşmə reduksiyası reaksiyasıdır. Hidrogen 2 dənə, burada 2 dənə, oksigen 1 dənə, 1 dənə, brom 2 dənə. Burada da 2 də. Sol hara bərabərdir? Sağa. Su ilə reaksiyasından oksigen burada alınmadı, bromun. Dəmir su ilə reaksiyası necə temperaturda gedir? Yüksək temperaturda. Bəzi az aktiv metallar su ilə yüksək temperaturda dəmir yanığı verir. Qarışıq və ya neçə qat oksiddir. Adı nə idi bunun? Dəmir. Orada həm 2 valentli dəmir var, həm də 3 valentli dəmir, 2-3 oksid, qarışıq və ya 2 qat oksid, hidrogen qazı əmələ gəlir. Oksigen əmələ gəlmədi. Əvəz olunma reaksiyasıdır. Özdə heterogen əvəz olunmadır. Bərklə qaz arasında gedən, bu da bərk maddə çıxdı, bu da qaz. Heterogen nə reaksiyası? Bərk ilə qaz arasında gedən heterogen əvəz olunma reaksiyasıdır. Oksigen alınmadır. C bəndinə keçirik uşaqlar. C bəndində karbonun su buxarı ilə reaksiyası 1000 dərəcə Celsidə. Karbonun aqreqat halı bərkdir. Su buxarı ilə konveksiyası 1000 dərəcə Celsidə. CO plus hidrogen çıxır. İkisinə bir illikdə su qazı deyilir buna uşaqlar. Su qazı.
Hətta bu hidrogenin sənayedə alınma sularından nə idi? Biridir. Əmsal verməyə ehtiyac yoxdur. Bu da bərklə qaz arasında gedən heterogen reaksiyasıdır. Əvəz olunma reaksiyasıdır. Hidrogenin harda alınmasıdır uşaqlar? Sənayedə alınma sularından biridir. Oksigen alınmadı. Sonra keçirik D bəndinə. D bəndində xlorun su ilə iki cür reaksiyası var. Bunu yazmışdıq. Elə birini yazaq. Soyuq sulla yazanda yenə də yazıram. Adi şəraitdə xlorid və hipoxlorid. İkisi birlikdə buna dırnaq arası belə deyirlər. Xlorlu su deyirlər. Necə su deyirlər? Xlorlu su. Baxın, dırnaq arası bunların ikisi birlikdə alınan maddə. Necə su deyirlər? Xlorlu su. Xlor sıfırdan bir dəfə mənfi 1-ə, bir dəfə də müsbət 1-ə gəlir. Disproporsiya və ya dismutasiyadır. Xlor burada həm oksidləşdiricidir, elektron alır, həm də reduksiya edicidir, elektron verir. Buradan da oksigen alınmadı. Oksigen alınan bənd uşaqlar Y bəndi olacaq. Hansı maddənin su ilə reaksiyasından oksigen alır? Flor halogenlərə aiddir. O su ilə adi şəraitdə reaksiya gedir. Bir cür reaksiyası var. Florid verəcək. Florid turşusu, oksigensiz turşu və plus oksigen qazı. Florun ümumiyyətlə bir də turşusu var. O da nə turşusudur? Florid turşusu. Sıfırdan mənfi 1-ə. Buradan da uşaqlar mənfi 2-dən oksiddir. Sıfıra gəldi. Oksigen deməli burada 2 dənə, bura bir 2 yazırıq. Hidrogen 4 dənə, bura bir 2. Alınan qaz nə qazıdır? Oksigen qazı. Cavab nə bəndi oldu? Y bəndi. 16-cı cavabı Y bəndi. Keçdik 17-ci suala. 17-ci sualda hansı reaksiyada su ilə qarşılıqlı təsirindən hidrogen alınmır? Karbonun su ilə reaksiyasından hidrogen alınacaq. Karbonun su buxarı ilə reaksiyası 1000 dərəcədə konveksiyasından CO plus hidrogen ikisinə birlikdə nə qazı deyirlər? Su qazı. Su qazı ilə bir də təkrar edirəm. Sintez qazının tərkibi eyni olsa da onları almaq üçün götürülən ilkin maddələr fərqlidir. Bu nə deməkdir? Bərkdir. Bu da nə halındadır? Buxar halındadır və hidrogenin sənayedə alınma sularından biridir. Buradan hidrogen alındı. Barium aktiv metaldır. Su ilə necə şəraitdə reaksiya gedir? Adi şəraitdə. Aktiv metallar, barium qələvi torpaq metal. Su ilə reaksiya girəndə aktiv metalların hidroksidlərinə nələr deyirlər? Qələvlər. Suda həll olan əsasları həll olmayanlardan fərqləndirmək üçün qələvi plus nə qazı çıxır? Hidrogen. Yalnız qələvi və qələvi torpaq metallar su ilə adi şəraitdə reaksiya girib, qələvi və hidrogen əmələ gəlir. İkisinin də harda alınması oldu? Laboratoriyada. Burada hidrogen alındı. Oksigen mötərizənin içində 2 dənə, burada 1 dənə, bura 1, 2 yazırıq. Hidrogen 4-dədir, ikisi burada, ikisi burada. Sol hara bərabərdir? Sağa bərabərdir. Hidrogen alındı. Dəmir su ilə necə temperaturda gedir? Yüksək temperaturda. Çünki dəmir qələvi və qələvi torpaq metal deyil. Orada nə yanığı verir? Dəmir yanığı qarışıq və ya neçə qat oksiddir? 2 qat oksiddir. Dəmir 2-3 oksidir. Duz əmələ gətirən oksidlərə aiddir. Bərkdir bu da buxardır. Yenə nə maddə? Bərk maddə çıxır, dəmir yanığı və qaz. Əvəz olunmadı, hidrogen alındı. Özdə heterogen əvəz olunmadı. Kalium aktiv metaldır. Su ilə necə şəraitdə reaksiya girir? Adi şəraitdə reaksiya girir. Qələvi plus hidrogen. Bu da əvəz olunmadı. Bura bir 2 yazırıq uşaqlar. Hidrogen 2 dənə, 2 dənə. Tək olduğuna görə birinci buradan başlayırıq. Sonra 2. Hidrogen 4-dədir. İkisi burada, ikisi burada. Həm qələvi, həm də hidrogenin harda alınması oldu? Laboratoriyada alınmasıdır. Hansının deyir, hansı maddə su ilə reaksiyasından hidrogen alınmır? Cavab nə bəndə olacaq? Y bəndi. Y bəndində xlordur. Xlorun su ilə neçə cür reaksiyası oldu? 2 cür. İsti su və soyuq su. Orada neçədə turşu əmələ gəlir? 2-dən. Bir də təkrar edirəm. Soyuq sulla reaksiya gedir. Necə şəraitdə? Xlorid turşusu verir. Oksigensiz turşu və hipoxlorid. Hipoxlorid. Xlorid və bu turşunun adı nədir uşaqlar? İdlə qutarır. Hipoxlorid. Özdə bu turşu zəif turşudur. Alfası neçə faizdən kiçikdir? 3%-dən kiçikdir. Zəif turşu, zəif elektrolitdir. Amma xlorid necə turşulara aiddir? Güclü turşudur. Onun da alfası neçə faizdən böyükdür? 30. Bu əlavə yazdım ki, yəni yadınızda saxlayın ki, bu turşu hipoxlorid, zəif turşu, zəif elektrolitdir. Bu güclü turşu necə elektrolitdir? Güclü. Yəni buradan hidrogen alınmır. İkisinə bir arada alınan turşulara dırnaq arası bir yağ yazdım sizin üçün. Necə su deyirlər? Xlorlu su. Sonra uşaqlar xlorun
İsti qələf su ilə reaksiyasından isə göstərdim sizə iki cür reaksiyası var. Yenə də turşu çıxacaq, amma xloriddən başqa oksigen, xlorat verəcək bu. Burada xlorid də güclü turşudur, xlorat da necə turşudur? Güclü. Hər ikisinin alfası neçə faizdən böyükdür? 30 faizdən böyükdür. Turşuların hamısında hidrogen müsbət 1-dir. Xlor burada mənfi 1, oksigen mənfi 2, 6-dan 1 çıxanda müsbət 5. Xlor 0-dan bir dəfə mənfi 1-ə, bir dəfə də 0-dan müsbət 5-ə. Xlor həm oksidləşdiricidir, həm də reduksiya edicidir. Bir də təkrar edirəm, 0-dan müsbət 5-ə gəlmək üçün burada 5 dənə elektron verib. Bu 5 dənə bura yazmaq olar uşaqlar. Bax, bu 5 dənə verib. 0-dan mənfi 1-ə gəlmək üçün alıb, 1 dənə alıb. 1 aiddir bura, əmsal yazılmır. 5 də aiddir bura. 5 də hidrogen burada, 1 dənə də burada. 6 2-yə böləndə 3, oksigen 3 dənə də 3 dənə. Xlor 5, burada da 1. 6 2-yə böləndə 3. Yəni burada hidrogen qazı alınmadı, cavab Y bəndi. Gör, neçə dəqiqə getdi? 45. 5 dəqiqə.